Salam əzizləyicilər, xoş gördük hər kəsi. Bu gün mən sizə bağı göstərirəm. Bu Yapon əzgilidir. Bunun yanındakı Lovlisdir, Rozamarinlərdir. Bir tərəfə keçək, göstərim sizə. Şam ağacıdır. Bu da Yasəmən gülüdür. Qəşəng, çox qəşəng ətri olur. Videonu bəyənib abunə olmağı unutmayın əzizləyicilər. Bir də şərhlərdə öz fikirlərinizi yazın. Ətri çox qəşəngdir bunun. Burada göstərim sizə. Yaşıllıqdır da, həmişə yaşıl olan bitkilərdir. Burada göstərim bulağın arxa hissəsini. Bu da mən tikdiyim bulaqdır, elə belə düzəltmişəm. Həyətdə oturduğumuz çardağın altıdır. Üzüm çardağının altıdır. Yaşıllıq olur həmişə. Bu üzümdür. Gülləri də göstərim. Bu isə tam yaşıllıqdır da yəni. Bu tərəfə keçək, çiyələkləri də göstərim sizə. Sort çiyələklərdir bunlar, çiçək açıblar indi. Yaxından göstərim. İlbizlər qoysa inşallah qəşəng bar verəcəklər. Burada ərik ağacıdır. Burada əriklər bar verir. Yaxından çəkin. İndi hal-hazırda turşu olur bu. Bu sonra qəşəng dadı olur. Heç bu qədər əzizləyicilər. İzləmədə qalın. Abunə olmağı unutmayın. Videonu bəyənməyi unutmayın. Dəstək olun kanalımıza. Buranı da göstərim. Göstərmişkən. Buranı üzüm çardağının altıdır. Bura yamyaşıl olacaq bir aydan sonra.